Piyadalar yolu keçmək istəyir, zolaq yarıda kəsilir. Yəni piyada zolağı yarımçıqdır. Qəribə məsələdir. Xətai rayonu Afiyəddin Cəlilov küçəsində belə bir vəziyyət yaranıb. Piyadalar da bundan narazıdır, sürücülər də narahatdır. Niyə piyada zolağı yolun yalnız bir hissəsində çəkilib? Yolun digər tərəfinə keçmək istəyən piyadalar bəs necə etməlidir ki, yolu təhlükəsiz keçə bilsin? Əməkdaşlarımız məsələyə aydınlıq gətirməyə çalışıb. Piyada keçidi var, amma tam deyil. Xətai rayonunda yerləşən bu keçidin yarımçıq şəkildə təşkil olunması həm piyadalar, həm də sürücülər arasında çaşqınlıq yaradır. Mövcud vəziyyət yol hərəkətində anlaşılmazlığa səbəb olur və təhlükə riskini artırır. Afiyəddin Cəlilov küçəsində yolu keçmək istəyən piyadalar çətinliklə üzləşir. Piyadaların sözlərinə görə keçid yolun yarısına kimi salındığından onlar digər tərəfə keçmək üçün öz həyatlarını təhlükəyə atmalı olurlar. Yolu yarıya qədər zolaqlayıblar, yarıdan bu yana zolaq yoxdur. Yolu keçmək istəyəndə maşınlar da yol vermir, çətinlik çəkilir keçməklə. Sürücülər üçün də təhlükədir, piyadalar üçün də təhlükədir. Piyadaların rahat hərəkət etmək üçün şərait yaratmaq lazımdır. Ya zebra yerə qoysunlar, ya da oranı yığışdırsınlar, hamı oradan keçsin yolu. Çünki oradan keçirlər, qalır hamı ortada. Qəza şəraiti də yaranır belə olduğu halda. Yəni piyadalar keçid olmadığı yerdən keçəndə maşınların qəza eləmə ehtimalı daha da çoxalır. Yarıya kimi olduğu mənə çatmır, çünki oradan gəldiyimiz halda, yəni piyada zolağı yoxdur və oradan gəlib düz keçirik. Şikayətlərlə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Məsələ ilə bağlı qurumdan bildirildi ki, sözü gedən ərazidə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün piyada keçidi təşkil edilib. Bu zolaq isə piyadaların yolun əks tərəfinə keçidi üçün deyil, adaçıq vasitəsilə Amay Ticarət Mərkəzi tərəfə hərəkəti üçün nəzərdə tutulub. Hərəkət iştirakçıları yol nişanları və nişanlanma xətlərinin tələblərinə riayət etməlidir. Aysu Qayıbova, Qərib Cavadov, ATV Xəbər.